Məhbə xanım, baxın, keçən dəfə çox suallar gəldi bizə, sağ və sol burunda Bəli, işləməməsi ilə əlaqədar olan bəli, problemlərlə bəli. bağlı. Siz mənə deyin, bax, insanda əgər sol burun işləmirsə, bu nədən xəbər verir? Sol burun işləmirsə, deməli, əgər bədənin sol tərəfi soyuq enerjidir, bədənin sağ tərəfi isti enerjidir. Əgər sol burun dəliyi işləmirsə, məsələn, qadınlarda keçən səfər də dediyim kimi, qadınlarda mütləq şəkildə sol tərəf işləməlidir, qadın enerjisidir. Kişilərdə mütləq şəkildə sağ burun dəliyi işləməlidir. Bəli. Elə bil ki, sağ burun dəliyi isti enerjidir, kişi enerjisidir. Sol burun dəliyi qadın enerjisidir, soyuq enerjisidir. Və biz burada sol burun dəliyi ilə nəfəs almaqlar, sağ burun dəliyi ilə nəfəs almaqlar var ki, məsəl üçün keçən səfərki çıxışdan sonra rəylərdə də mən orada oxudum ki, bilməyərəkdən məsələn rəylər yazmışdılar ki, nə fərqi var ki, sağ burun dəliyi ilə nəfəs aldın, sol burun dəliyi ilə nəfəs aldın. Sağ burun dəliyi nəfəsin, sol burun dəliyi nəfəsin fərqi çox böyükdür. Məsələn, sağ burun dəliyini tutaq ki, biz tutmuşuq. Deyirsiniz ki, nəfəs almamaqda. Sağ burun dəliyini tuturuq, sağdan nəfəs almırıq ki, soldan nəfəs alırıq. Soldan nəfəsi dərindən alıb vermək ilk öncə sinir sistemini sakitləşdirir. Sol tərəf. Bəli. Sağ tərəf bunu eləmir. Sağ tərəfi, siz dediniz ki, sağ tərəfi tutdum, sağ tərəfi tutmuşam, sol burun dəliyi nəfəs alıram, nəfəs verirəm. Nəfəs alıb verdikdə sol tərəfdən, yenə nəfəs aldıqda yenə qarnı önə doğru şişirdirik, nəfəsi verdikdə qarnı çəkirik içəriyə. İlk öncə deməli parasimpatik sinir sistemini aktivləşdirir. Mən burada beynimin sağ yarımkürəsini aktivləşdirirəm. Beynimin sağ yarımkürəsi analitik düşüncə, yaradıcılıq, intuisiyadır. Yəni mən intuisiyamı aktivləşdirirəm, yaradıcılığımı aktivləşdirirəm, düşüncəmi aktivləşdirirəm. Sol burun onda sağa cavab verir, hə? Sağı tutmuşam. Əgər soldan alıb verirəmsə, bəli, sol burun alıb verdikdə mən beynimin sağ hissəsini aktivləşdirirəm. Məsələn, enerji axınına əsasən. Enerji axınına əsasən. Məsələn, mən əgər burnumun sağ tərəfini, sağ burun dəliyini tutub soldan nəfəs alıb verirəmsə, məsələn, bunu istifadə edirlər ən çox isti aylarda. Bədənimi soyuduram. Bədəndə istilik varsa, bədənin istiliyi artıbsa, o anda sağ burun dəliyini tutursunuz, soldan dərindən nəfəs alın, dərindən nəfəs verin. O anda bədənin soyuduğunu hiss eləyəcəksiniz. Hə, sol tərəf qadın enerjisi olduğuna görə soyuq enerjidir. Soyuq Ona görə ona enerjidir, əsasən bəli, gəlir, ona hə? əsasən biz sağı tutub soldan nəfəs alıb veririksə, biz bədənimizi başlayırıq soyutmağa. Maraqlıdır bu. Sağ burun dəliyini tutub soldan nəfəs alıb nəfəsi verirəmsə, mən təzyiqimi salıram aşağı. Əgər mənim təzyiqim yüksəkdirsə, bədənimdə məsələn stres keçirmişəm, həyəcan keçirmişəm, kortizolun səviyyəsini qaldırmışamsa, mən sağı tutub soldan nəfəs alıb verdikdə kortizolun səviyyəsi aşağı düşür. Yəni burada sinir sisteminə təsir göstərir. O belə çıxır ki, oksigen gedirsə, yaxşı gedirsə, sinir sisteminə təsir göstərir. Sinir sisteminə təsir. Sinir sistemi kortizolu aşağı salır. Sinir sistemi sakitləşdirir. Sinir sistemi sakitləşdikdə kortizol aşağı düşür. Mənim təzyiqim başlayır aşağı düşməyə. Bu elə əlaqəlidir bir-birinə. Bəli. Sağ burun dəliyini tutub soldan nəfəs alıb verirəm. Əgər mən yuxudan əziyyət çəkirəmsə, yuxu problemim varsa, sağ burun dəliyini tutub soldan nəfəs alıb vermək məndə yuxu keyfiyyətini artırır. Soram, həzm prosesində problem varsa, məsələn, bu da nə ilə əlaqədardır? Parasimpatik sinir sistemi ilə. Parasimpatik sinir sistemi sakitləşirsə, mənim məsələn, mədəmdə problem varsa, qıcqırma varsa və yaxud hər hansı bir problem varsa, parasimpatik sinir sisteminin sakitləşməsi bütün orqanların sakitləşməsi deməkdir. İlk öncə ürək ritmi sakitləşir və ürəyin ritmi yavaşayır. Əgər parasimpatik sinir sisteminə təsir göstəribsə. Yenə də sağ burundan gedir söhbət. Sağ burun dəliyini tuturam, soldan nəfəs alıram, soldan nəfəsi verirəm. Ürəyin ritmini yavaşıdıram.